на сцене Большого театра. Сегодня я буду 2025-ci il mənim yubiley ilim ilə əlamətdardır və bu konsertin həm doğum günümə, həm də Böyük Teatrın 250-ci mövsümünə təsadüf etməsi xüsusi mənəvi dəyər daşıyır. Belə bir böyük konsert proqramı ilə Bakıda da çıxış etməyi arzuluyuram. Bu tədbirlər Azərbaycan-Rusiya mədəni əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır. Həm də Bakı mənim doğma şəhərimdir. İllərdir müxtəlif ölkələrdə çıxış edərək iki ölkənin mədəniyyətini təmsil edirəm. Qarşıdakı ildə Böyük Teatrda və Avropanın aparıcı səhnələrində yeni konsertlər və premyeralarında nəzərdə tutulur. Yaradıcılıq gecəsinin proqramı iki hissədən ibarət idi. Birinci hissədə Verdi və Puccini'nin məşhur operalarından ariyalar səsləndirildi. İkinci hissə operetta, kino musiqiləri və məşhur əsərlərlə davam etdi. Həmçinin Dinara Əliyeva Böyük Teatrın orkestri və xoru ilə də bir sıra əsərlər səsləndirdi. Azərbaycanın xalq artisti, vokalçıların Bülbül adına konkursun, müsabiqənin laureatı Dinara Əliyeva'nın bugün dünyaca məşhur olan və dünyanın ən yaxşı teatrlardan biri olan Moskvanın Bolşoy Teatrı'nda solo konserti, Bolşoy Teatrı'nın orkestri ilə və xoru ilə bu böyük bir hadisədir. Təbii ki, mən musiqiçi olaraq çox şadam ki, Azərbaycan vokal sənəti bugün belə yüksək səviyyədə Moskvada təmsil olunur. Böyük Teatrın səhnəsində keçirilən bu yaradıcılıq gecəsi Dinara Əliyevanın sənət yolunun daha bir mühüm mərhələsi olmaqla yanaşı, Azərbaycan və Rusiya arasında mədəni körpülərin gücləndirilməsinə xidmət edən əlamətdar hadisə kimi yadda qaldı. Zakir Musayev, Müşfiq Balayev, Azərbaycan Televiziyasının Rusiya bürosu, Moskva.